Salamlayıram hər birinizi. Bugün biz "Sənlə razıyam" fikrinin yəni fərqli formalarını öyrənəcəyik. So other ways to say I agree with you. Əslində ifadələr çoxdur, yəni sinonimləri çoxdur, amma fərqli səviyyəyə görə də dəyişir. Məsələn, A1, A2 səviyyəsində you are right, that's right, exactly, ya da I think so too, ya da I also think so. Mən də elə düşünürəm, bunu deyə bilərik. B1, B2, yəni intermediate leveldə, intermediate səviyyədə daha çox məsəl üçün I couldn't agree more. Ya da I feel the same, ya da I also feel the same way. Mən də eyni düşünürəm, eyni hiss eləyirəm. I share this opinion, yəni bu fikri paylaşıram mənasında işlədə bilərik. Daha akademik yox da, daha belə C1, C2 səviyyəsində, bundan çox IELTS-da, speaking-də işlədə bilərsiniz. Məsələn, deyə bilərik ki, məsələn, we are on the same page. Yəni eyni səhifədəyik, hərfi mənada tərcümə eləsək, amma tərcüməsi mən də səndən razıyam kimi gəlir. Amma bu ifadəni tələbələr bəzən we are in the same boat ifadəsindən qarışdırırlar. We are in the same boat, yəni eyni vəziyyətdəyik, eyni situasiyadayıq. Məsələn, biri sizə deyir ki, I'm having problems with my studies nowadays. Mən bu günlərdə dərslərimlə problem yaşayıram. We are in the same boat. Elə mən də sən vəziyyətdəyəm, mən də o vəziyyət. Ya da eyni vəziyyətdəyik bu şəkildə. Bundan başqa biz akademik səviyyədə deyə bilərik. Məsəl üçün, that was exactly what I was thinking. Bu tam da mən düşündüyüm bir şeydir. Bu şəkildə də deyə bilərik. Ya da məsəl üçün, bunu əslində writing-da da işlədə bilərik. This aligns with my thinking. Aligns, yəni üst-üstə düşür. Mənim düşüncəmlə üst-üstə düşür mənasında. Bunu daha çox writing-da yaza bilərsiniz, amma speaking-də də yaza bilərsiniz. Belə, bundan başqa, məsələn, mənim yadımdan çıxan, qeyd eləmədiyim və ya hətta bəlkə bilmədiyim ifadə var ki, o da səndən razıyam mənası verir. Zəhmət olmasa rəy bölməsində yazın və ya başqa bilmək istədiyiniz hər hansı bir ifadə varsa, onu da qeyd eləyə bilərsiniz. Növbəti videolarımda onlar haqqında məlumat verirəm. Təşəkkür edirəm izlədiyiniz üçün. Hər birinizə uğurlar. Sağ olun.